Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Hamdolsun alemlerin Rabbi olan Allah'a ve Allah'ın selamı olsun bütün peygamberlere, onların sonuncusu olan Muhammed sallallahu aleyhi ve selleme, Allah'a sonsuz şekilde hem selamlar olsun. Elhamdülillahi Rabbil alemin. Bu günləri Allah'ın izniyle, gücü ve kuvvetiyle həddindən artıq mühüm olan bir mövzunu götürəcəyik inşallah. Mövzumuzun ünvanı günümüzdə aktual məsələlərdən biri ve çok sayılı verilen suallardan biri hakkında olacaq. Mövzumuz İslamda iki evlilik ve onun bazı əhkamları hakkında olacaq. İslamda iki evlilik ve bu evlilik hakkında bazı əhkamlar hakkında inşallah ki danışacağıq. Hoca Allah öz Kerim olan kitabında buyurur ki, eğer yetim kızlarla ədalətlə raftar edebilmeyeceğinizden korkursunuzsa, o zaman size halal olan başka kadınlardan 2, 3 ve 4 nəfərlə nikah bağlayın. Eğer ədalətlə dolanmağa əmin değilsinizsə, o halda təkcə bir nəfər qadın veya sahip olduğunuz kənizlə evlənin. Bu ədalətli olmağa daha yaxındır. Başka bir ayda Allah subhanahu teala buyurur ki, siz ne kadar çok isteseniz de heç vaxt arvadlar arasında ədalətlə raftar etmeyi bacarmazsınız. Barı birisine tamamıyla meyil gösterip diğerini aslı vəziyyətdə koymayın. Ayetlerden gördünüz ki, barakallahu fikum, Allah subhanahu teala iki evlilikte, 2, 3, 4 evlilikte şart olarak adilliği getirip subhanahu teala. Elə bunun hakkında inşallah ki danışacağım. Dikkatli olun. Her iki taraf hakkında inşallah ki çalışıp Allah'ın gücü kuvvetiyle adil yani mövqe seçmeyi Allah subhanahu teala müvəffəq eləsin. Çünkü bazen olur ki biz kadınlar hakkında danışırıq, kişiler hakkında danışmırıq. Bazen olur ki kişiler hakkında danışırıq, kadınlar hakkında danışmırıq. Ola bilsin ki bu nedir? Adillik değil. Ona göre her iki taraf hakkında danışmaq lazımdır. Kadınlara geldikdə, kadınlar bilməlidirlər ki, bu ayetler Allah'ın kelamıdır. Yani Allah subhanahu teala bunları öz kitabında nazil edib. فَانْكِحُوا مَا طَابَ لَكُمْ مِنَ النِّسَاءِ مَثْنَى وَثُلَاثَ وَرُبَعَ. Necə ki ayetlerde eşitdiniz, size halal olan kadınlardan 2, 3, 4 kadınla nedir? Aile kurun. Bazen de olur ki subhanallah, biz elə başa düşürük ki kadınların kıskançlıklarından onlar inkar edirlər. Xeyr. Bu vaxtı danışacağım inşallah. Bir neçə nöqtəni inşallah ki Allah'ın iziyle izah etmeye, Allah'ın gücü kuvvetiyle. Birinci xitabım odur ki kadınlar gerek bunu etiqad etsinler ki bu ayettir Kur'an-ı Kerim'de. Necə ki başka ayetler olduğu kimi bu da ayetdir. Allah korusun Kur'an'ın bir hissesine yani bir hissesini təsdiq edip diğer hissesini təsdiq etmemek o Yahudilerin sıfətidir, Allah korusun. Allah subhanahu teala buyurur ki اَفَتُؤْمِنُونَ بِبَعْضِ الْكِتَابِ وَتَكْفُرُونَ بِبَعْضِ. Onlar hakkında buyurur ki kitabın bir hissesine iman edip diğer hissesini inkar mı edirsin? Ona göre her bir Müslüman kadın bunu təsdiq etməlidir ve etiqad etməlidir ki bu Allah'ın kitabında olan bir ayədir. Necə ki başka ayələr olduğu ki. Mesela Allah Teala buyurur ki aqimus-salə, namaz kılın veyahut oruç tutun, zekat verin. Neçə ayetler var. Bu birinci mesele. İkinci mesele barakallahu fikum, dedik ki bazen bu hal kıskançlıktan dolayı olur. Bazen yok, kıskançlıktan dolayı olur. Onlar aslında inkar etmirlər. Biri var desin ki ben o ayeti inkar edirəm. Allah korusun, bu hal təhlükəli haldır. Bir de var ki o kıskançlığından dolayı ikinci evliliği ben yoldaşımı kıskanıram deyənə əslində belə deyək də dillərinə gətirirlər. Amma ki dərinə gedəndə soruşanda deyirlər ki xeyr, Allah korusun.
Bizə yaraşarmı ki, biz ayətləri inkar edirik? Bizim də zənnimiz bütün müsəlman qadınlar haqqında bu cür nədir ki, onlar inkar yox, sadəcə olaraq nədir? Qısqanclıqlarından dolayı bu qərarları verirlər. Ən azından bu cür zənn edək ki, hətta zənnimiz müsəlman qadınlar haqqında yaxşı olmuş olsun. Qısqanclıq məsələsinə gəldikdə, subhanallah, sizə bir əhvalatı danışacağım. Hansı ki, bu Peyğəmbər sallallahu aleyhi və səlləmin zövcəsi, möminlərin anası, Əbu Bakır Sıddıqın qızı. Fikir verirsiniz, Peyğəmbərin zövcəsi sallallahu aleyhi və səlləm, möminlərin anası və görün kimin qızı? Əbu Bakırın radiyallahu anh. Düşünün ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm oturub sahabələrlə həmin vaxtı bu qıssanı yaxşı anlasaq Allahın izniyle bu bizə kifayət edəcək. Özür istəyirəm ifadəmə görə. Yəni bir məqam yaxşı şəkildə fəhm eləyə bilsək, özüm isimizdə özüm olmaq şərti ilə, yəni çoxlu məsələləri inşallah ki nədir? Həllini tapacağıq. Peyğəmbər sallallahu aleyhi ve sellem oturub sahabələrlə həmin bu vaxtı Ayşə anamız radiyallahu anhə oradadır məclisdə və Ummu Sələmə radiyallahu anhə başqa bir zövcəsi Peyğəmbərə sallallahu aleyhi ve sellemə qabda yemək gətir. Rasul sallallahu aleyhi ve sellem bir də sahabələr, fikir verin. Oradakı sahabələr Əbu Bakır, Omar kimi böyük kişilər idi radiyallahu anh. Həmin vaxtı Ayşə radiyallahu anhə bu yeməyi qabı götürür, ağzı üstə vurur yerə. O kişilərin gözün qabağında. O qonaqlıqda, subhanallah. Baxın burada Muhammedin sallallahu aleyhi ve sellemin əxlaqına, baxın burada Peyğəmbər sallallahu aleyhi ve sellem elə mövqe seçir ki, həmişə Peyğəmbər sallallahu aleyhi ve sellem buzun olur. Həmi burada Ayşə radiyallahu anhəni təmizə çıxartmaq var. Həm də o birisi qadının yeməyini qırıb bax. Yeməyini yerə töküb, daha doğrusu qabını qırıb. Bilirsiniz nə deyir Peyğəmbər sallallahu aleyhi ve sellem? Deyir ki, kulu, deyir, yeməyimizə davam edin, deyir sahabələrə. Deyir, qarat ummukum. Ananız deyir, qısqanınız deyir. Bilirsiniz nə deməkdir bu? Sizcə niyə görə? Subhanallah, subhanallah. Kaş ki Allah bizə də fəhimli olmağı nəsib eləsin. Kaş ki Allah bizə də nəsib eləsin ki, İslam alimləri kimi bu məsələləri fəhm eləyək. Sizcə niyə görə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bu ibarəni seçdi orada? O cuna böyük sahabələrin yanında. Orada həm Ayşəni radiyallahu anhəni təmizə çıxartmaq var, həm də onun başqa məqsədi var idi sallallahu aleyhi ve sellem. Nə deməkdir qarat ummukum? Məgər Allah subhanahu teala Əhzab surəsində buyurmurmu ki, möminlərin, Peyğəmbərin zövcələri möminlərin analarıdır. Bu tərəfdən ayə var. Bu tərəfdən də cəmaat var. O da Peyğəmbər sallallahu aleyhi ve sellem kişi olaraq, axı o da kişidir, kişilərdən bir kişidir. Özü də ki, nə cür kişi sallallahu aleyhi ve sellem. Bir neçə də məsələ orada cəm olub, orada belə deyək də, o qədər zəkalı idi ki sallallahu aleyhi ve sellem. Bir neçə məsələni həll edir bir neçə cümlə ilə. Baxın bir-bir. Deyir ki, qarat ummukum. Yəni Allah sizin haqqınıza deyib ki, ey Əbu Bakır, ey Omar, burada olan sahabələr, bu qadın sizin ananızdır. Siz də razılaşırsınızmı? Yəni, söhbətin gəlişatına belə gedir. Bir sual vermir onlara. Şübhəsiz onlar razılaşırlar. Madam ki, ananızdırsa, sizlərdən hər hansı birinizin evində sizin ananız sizin üzərinizə qışqırarsa, sizi döyərsə, sizin üzərinizə bir şey atarsa, qabı yerə çırparsa, nəsə deyirsinizmi ananıza? Cavab olaraq xeyr. Yəni, bu sizin ananız desin olmaz, eləyə bilər bunu. Bu birinci mərhələ. İkinci mərhələ, sallallahu aleyhi ve sellem, oradakı vəziyyətdən çıxmaq üçün. Üçüncü mərhələ nədir? İki dənə rivayət gəlir. Bir rivayətdə gəlir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem Ayşəyə deyir ki, radiyallahu anhəyə, al bu qabdan, o qabın özündən, yeməyi pişir o yeməkdən, qaytar ona. Başqa rivayətdə gəlir ki, qabın özünü qaytazdırır. Fikir verdiniz. Burada Ummu Sələmə də radiyallahu anhə təmizə çıxır, Ayşə radiyallahu anhə də və orada özünü də təmizə çıxardı sallallahu aleyhi ve sellem. Gözəl bir məqam, gözəl bir mərhələ. İndi billah aleykum. Ərəblər demişkən, bizlərdən birimizin də başımıza bu cünə gəlsə veriş, nə eləyər sizcə? Yəni, və salat risalə. Yaqin ki, mesaj satdı, hə? Subhanallah, sallallahu aleyhi ve sellem. Kimsə gəlib deməsin ki, mən Allah Rasulü sallallahu aleyhi ve sellemlə nədir? Namuslu, qeyrətli, belə deyək də, qısqanc və yaxud söz götürə bilməyən, sallallahu aleyhi ve sellem. Sa'd radiyallahu anh'ın qıssasında
necə ki Sahih Müslimdə keçir. Sa'd yoxsa Sa'id radiyallahu anhuma yadımdan çıxdı dəqiq. Orada Nur surəsində ayətlər nazil olur. Mövzuya qayıdacağım inşallah. Hansı ki 4 şahidin gətirilməsi haqqında. Sahabələrdən biri çıxır Peyğəmbər sallallahu əleyhi və səlləmin vaxtında cərgədən deyir ki: "Ey Allahın Rəsulu sallallahu əleyhi və səlləm, mən qadınımın yanında başqa bir kişini görsəm deyir, qılıncla deyir boynunu vurub kəsərəm deyir. Necə deyir, mən deyir ona deyir 4 dənə şahid mi gətirəcəm deyir. Fikir verirsiniz. Orada Peyğəmbər sallallahu əleyhi və səlləm gör necə mövqe seçir. Sahabələr, digər sahabələr nə edirlər? Hamısı belə təəccüblənirlər bunun bu sözünə görə. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, təəccüblənməyin deyir. Qardaşınız qeyrətlidir. Baxın bizə lazım olan şəhidisiz. Bizə lazım olan hissəsi. Deyir ki, qardaşınız qeyrətlidir. Mən deyir ondan da qeyrətliyəm. Görürsünüz sallallahu əleyhi və səlləm. Deyir Allah da məndən qeyrətlidir. Subhanahu teala. Allah deyir bu işin bu cür olmasını istəyir. Fikir verdiniz? Yəni burada söhbət ola bilməz. Ona görə söhbət bağlanır. Allah bu işin bu cür olmasını istəyir. Subhanahu teala. Bizə lazım olan harasıydı? Peyğəmbər sallallahu əleyhi və səlləm qeyrətli olması. Peyğəmbər sallallahu əleyhi və səlləm qeyrətli kişi idi, həm namuslu kişi idi, həm nədir? Özünə görə belə deyək də bütün dünyada, nəinki sahabələr arasında hörmətli birisi idi sallallahu əleyhi və səlləm. Buna baxmayaraq o qadını radiyallahu anhə necə orada təmizə çıxartdı. Ona görə barakallahu fikum qadınlardan kimsə deyəndə ki, mən istəmirəm sən mənim üzərimə evlənəsən, o çoxlu qardaşlar tərəfindən elə başa düşülür ki, o inkar eləyir. Deyir ki, bax deyir ayəti inkar eləyir. Subhanallah, elə deyil. O qısqanclığından dolayı. Bizim üçün ən gözəl örnək kimin ailəsidir? Muhammedin sallallahu aleyhi ve sellem. Deməli bu məsələ mövcuddur İslamda. Həmçinin barakallahu fikum Ayşə anamızın radiyallahu anhənin Xadicə anamızı qısqanması. Həmişə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem Xadicədən danışanda deyir, sənə nə olub deyir, ancaq deyir o qara qadından deyir danışırsan. Belə ibarələr işlədir. Şirəsi radiyallahu anhə. Qısqanclığından. O deyirdi ki, mənə belə elədi, mənə belə elədi, mənə belə elədi. Xadicə radiyallahu anhə nə qədər köməkli eləyib Peyğəmbərimizə sallallahu aleyhi ve sellem. Ona iman edib, ona dəstək olub, həm mənəvi, həm maddi radiyallahu anhə. Hətta subhanallah rivayətlərdə gəlir ki, qurbanlıq heyvanlar kəsəndə kəsib onun belə deyək də rəfiqələrinə göndərirdi. Xadicə radiyallahu anh rəfiqələrinə. Həmişə Ayşə anamız qısqanırdı. Deyir, göndərmə deyirdi onlara. Qısqanclığını. Peyğəmbərdə bizim üçün nə var? Böyük ibrətlər var sallallahu aleyhi ve sellem. Sonra barakallahu fikum ayətlərdən eşitdiyiniz kimi kişilərin adil olması. Kişilər qadınlarla adil olması. Vallahi deyirəm. Allah bizi nəfslərimizi şərrindən qorusun. O günlər mən bu ayətlərin təfsirlərinə baxanda, yəni belə deyək də, az bir vaxtın bəhsində, baxın ki, nə qədər təfsirlər yazıblar bu ayətlər haqqında. Elə bir təfsirçilərin elə bir sözlərinə rast gəldim ki, yəni dedim ki, lazım deyil bunları yazmağa ehtiyac yoxdur. Elə şeylər yazıblar ki orada subhanallah, iki qadının arasında adil olmaq üçün elə çətin şərtlər qoydular ki, baxıram ki bu günləri yəni az insanlar olar ki həqiqətən bunlara əməl etsin. Qızıl alacaqsansa ona da alacaqsın. 1 kilo ət alacaqsansa ona da alacaqsın. Hər ikisinə, yəni böləcəksin. Bir dənə paltar alacaqsansa hər ikisinə almalısın. Elə şeydir ki, bu məsələ elə bir məsələdir ki, subhanallah, saviyyən, yəni bərabər olmalıdır. Nə badə, birinə olunsun, birinə olunmaz. Təhdidlər var. Təfsir alimləri nə qədər təhdid ediblər bu məsələləri ki, çəkindiriblər ki, hətta insanlar adil olsunlar. Sonra barakallahu fikum, hökmlər başqadır, hökmləri tətbiq etmək başqadır. Bəzən biz eşidirik ki, biraz önce dediyim kimi, qadınları çox qınanılır bu məsələdə. Deyirlər ki, qadınlar inkar edirlər, Allah qorusun. O hökmü inkar eləmir əslində. Hökmü inkar eləmir. Heç bir müsəlman qadın Raditu billahi rabben və bil islami dinen və bi Muhammedin sallallahu aleyhi ve sellem deyən qadın, zənnimiz bu cürə dilə deyilmi? Bütün müsəlmanların ki, mən Rəbb olaraq Allahdan, din olaraq İslamdan, Nəbi olaraq Muhammeddən razıyam deyən bir qadın bunu inkar eləməz. Sadəcə olaraq nədir? Tətbiq məsələsi var. Tətbiq məsələsini də oxuduq Ayşə radiyallahu anhənin qıssasında. Həmçinin barakallahu fikum bu məsələlər bəlkə də nə cürlə deyim yaxşı səslənsin. Adətən bu məsələlər mütləq olaraq yox.
adətən bu məsələlər boşluqlardan dolayı olur. Kişilər tərəfdə boşluqlar olur. Ona görə nədir? İnsan boş qalır. Başqa səbəblər də olur, düzdür? Yəni, insan məşğul olmayanda, nə ilə məşğul olmayanda? Elmlə məşğul olmayanda. Vallahi deyirəm. İstənilən ikinci dəfə ailə qurmaq istənilən qardaşla mən bir həftəlik ona gündəlik ibadətləri haqqında, demirəm elm tələb etsin, gündəlik ibadətləri haqqında qısa bir barnamij, qısa bir proqram yazaq, gündəlik ibadətləri haqqında danışıram. Hansı ki, hamımız eləməliyik. Bu ibadətləri yerinə yetirsin, sonra görüm o vaxtı çatacaq mı? İkinci dəfə, üçüncü dəfə evlənmək haqqında fikirləşməyin. Baxın, mən demirəm elm tələb etsin. Gündəlik ibadətlər. Kimsə soruşa bilər ki, nədir ki gündəlik ibadətlər? Səhər durandan düz axşam yatana kimi. Əvvəllər biz, subhanallah, təzə hidayət olunanda hamının xatirindədir bu ki, nə cür nə idi vəziyyət? Nə cür başlamışdıq? Bütün ibadətləri, bütün sünnələri yerinə yetiririk, elə deyil mi? Çalışırdıq ki, bir dənə sünnəni tərk eləməyək. Yavaş-yavaş Allah qorusun nədir? Bu məsələlər zəiflədi. Subhanallah. Yeri gəlmişkən münasib görürəm bu məsələni danışmağı. Özümü də çox maraqlandıran bir sual idi həmişə ki, nəyə görə biz hidayət olunanda güclü iman sahibi idik. Sonralar bir vaxt keçdi, bizim imanımız zəiflədi. İnanın ki, bu sual o qədər məni maraqlandırırdı, subhanallah. Sonra Allahın rəhmətindən, elhamdülillah, bir günləri şeyxlərin dərsinin birində Allah müvəffəq eləmişdi, oturmuşdum, elhamdülillah. Həmin o şeyx eminli bu məsələni danışırdı, vallahi. Baxın, subhanallah, bəlkə də hamınızın deyəcəyiniz bir şey olacaq ki, elhamdülillah ki, biz eşitdik bunu. Şeyx deyir ki, təzə insan hidayət olunanda, Allah subhanahu wa ta'ala istərsə bu, yəni əsli müsəlmanların içərisində olub hidayət olunması, istərsə də əsli müsəlman olmayanların, kafirlərin İslam'a gəlmələrində, iki halın ikisində də Allah subhanahu wa ta'ala hədiyyə olaraq o insana nə verir? O hidayətin şirinliğini daddırır. Subhanallah. Bu Allah'tan bəxşdir həmin o qul üçün. Niyə görə? O qul o üzərində olan hidayətin, imanın qədrini bilsin. Möhkəm dayansın, ibadətlərə bəlkə sarılsın. Sonra da nədir? Ondan sanki uzaqlaşır yavaş-yavaş. Uzaqlaşmır əslində. Şeyx deyirdi ki, orada, həfizəhullah, əgər bu qul, həmin o qul, ona verilən o hidayətin qədrini bilib, ondan bərk-bərk yapışsa, elmə yönəlsə, elə də davam edir. Amma əksi olaraq, o hidayətin qədrini bilməsə, hansı ki o şirinlik verir Allah'tan, subhanahu wa ta'la'dan təzə hidayət olunanda, o bir bəxşişdir. Onun qədrini bilməyəndə bir müddətdən sonra nədir? Zəifləyir. Hamımızın başına gəl belə deyil mi? Biz təzə hidayət olunacaq olurdu. Mənim xatirimə gəlir ki, elə qardaşlar var ki, Allah onları qorusun, Allah mübarək. Onlar Abu Bakrın vaxtından, hidayət olunandan başladılar nədir? Elmə yönəlməyə. Hələ də davam edirlər, Allah mübarək. Allah daha da bərəkətli eləsin. Hələ də davam edirlər. Niyə görə? Onlara verilmiş o hidayətin nədir? O şirinliyin qədrini bildilər. Bərk-bərk yapışıb başladılar elm öyrənməyə. Elə ki, onlar elm öyrəndilər, indi Allahın izni ilə nədir? Allahın müvəffəqiyyəti ilə davam edirlər. Hansı ki, subhanallah, elmə yönəlmədilər, bir müddətdən sonra nədir? İman zəifləyir. Təzə deyirdi ki, namazlara gedək, orucları tutaq, istiyə baxmırdıq, soyuğa baxmırdıq, subhanallah, bütün cemaat namazlarında orada olmaq istəyirdik. Namaz, zəkat, oruc, bütün məsələlərdə nədir? Möhkəm idi. Ona görə onu demək istəyirdim ki, mövzuya qaydıran barakallahu fikum. İstənilən qardaş, hansı ki o ailə qurmaq istəyir, biz ailə qurmağın Allah qorusun əleyhinə deyilik. İkinci, üçüncü, dördüncü. Sadəcə olaraq danışdığımız başa düşdükdə nədir? Var hökmü inkar etmək, bir də ki var nədir? Biz gedişat uslubu tətbiqdən danışırıq. O gəlsin, bir həftəlik proqram yazaq, bir həftəlik. Gündəlik ibadətlərindən, mən demirəm elm tələb etsin. Görək, sonra onun vaxtı qalacaqmı? Bilirsin nə qədər ibadətlər var? Səhər asılandan düz axşama kimi, subhanallah. Nə qədər ibadətlər var? Onlardan bəzilərini sayaq mı? Sübh namazından duran kimi yerimizdə ondan dua var. Biz dururuq sübh namazına. Yerimizin içində qalxan kimi dua var. O duanı edirik mi? Bir. Sonra dəstəmaz alarkən və yaxud dəstəmaz almadan öncə kimsə əzbər bilirsə, nə gözəl. Əl-İmran surəsinin son 10 ayəsini oxumaq var. Sünnədə varid olur. Eləyən var mı? 2.
Qalxarkən dişləri misvaqlamaq var. Rasulullah sallallahu aleyhi ve sellemin hamısı nədir? Sünnəsidir. 3. Qalxıb gözəl şəkildə dəstəmaz almaq var. 4. Hələ mən gecə namazından danışmam, subhanallah. Sübh namazından kim gecə namazı da var, elə deyilmi? Yoxsa bizim üçün deyil bu gecə namazları. Allah bizi bağışlasın, islah eləsin. Sonra barakallahu fikum, imkan varsa cemaat namazına gitmək var. 4. Cemaat namazından sonra zikirlər etmək var. 5. Şuruğa kimi oturmaq var. 6. Orada səhər zikirlərini etmək var. 7. İçərisində la ilahe illallah vahdehu la şerike le, lehul mulku ve lehul hamdu ve huve ala kulli şeyin qadir 100 dəfə demək var. 8. Eləyirik mi bunların hamısı? Alimlərdən biri deyir ki, bir günlər oturdum deyir ki, sayım görüm ki 100 dəfə subhanallah ve bihamdihini demək məndən nə qədər vaxt alacaq? Sizə nə qədər vaxt aldı? Bir 17 dəqiqədə bitirdim deyir, subhanallah. 17 dəqiqə. Sizə necə zikr eləyirmiş? Subhanallah ve bihamdihi. O fikirləşirdi, subhanallah, Allah pakdir, münezzəhdir. Bütün eyiblərdən. Subhanallah ve bihamdihi, təzdən bir yana. 17 dəqiqə, subhanallah. Baxın, sonra hara çatmışdıq? Şuruqa mı? Şuruqa qılmaq var. 2 rükət var, 4 rükət var. Hələ meçiddəyik. Müvəffəq olmuşuz. 8. Meçiddən çıxarkən meçidin duası var. Evə qaydarkən, evdən çıxarkən. Sonra zöhr namazı gələcək. Duha namazı gələcək. Zöhrün sünnələri var. Zöhrün fərzi var. Zöhrdən sonra qılınan 2 rükət var. Əsr var. Əsr məğrib arası olan zikirlər var. Subhanallah. Cümə günləri varsa. Tavus rahiməhullah deyir ki, böyük tabeinlərdəndir. Deyir, cümə günü deyir, otururdum məsciddə. Cümə günü. Daha doğrusu tələbələr deyir. Deyirdi ki, la yansarifu. Beynəl asri vəl məğrib. Deyir ki, əsrdən məğribə kimi deyir, tərpənmirdi. Fikir verirsiniz. Əsrdən məğribə kimi. Hər cümə günü bu cünə edir. Sonra axşam zikirləri var. Sonra məğrib namazı var. Məğrib işarası. Sonra sual olaraq. Özümə də verirəm bu sualı. Qardaşlarıma da barakallahu fikum. Gündəlik nə qədər Quran-ı Kərimdən payımız var? Hər gün Quran oxuyuruq mu? Yəni, hər gün Quran oxumayan qəlblər, subhanallah, və bir də ki, bununla, belə deyək də, məşğul olmayan qəlblər, bunun üçün darıxmayan qəlblər, yaxşı qəlblər deyil, vallahi ki. Allah qorusun. Quran oxumamaq nə deməkdir, Allah haqqı? Bəzən eşidirik ki, 3 gündür deyil, Quran oxumuram, subhanallah. Yəni, sən necə yaşayırsan, Allah haqqı? 3 gün Allahın kitabını açmaq bilsin nə deməkdir? Yəni, 3 gün Allahla ünsiyyətdə olmursun. Allah haqqı, Allah qorusun. Mulk surası var, gecə yatmamışdan qabaq, səcdə surası var. Hazırlaşmağım var ki, tez yatım, sübh namazına qalxmağım var. İstiğfarlar var. Nə qədər oldu bu? Bəlkə 10-15'i keçir də, bəlkə 20-30'a yaxınlaşır. Bu proqramla yaşayan insan heç yadına düşərmi ki, onun ikinci dəfə, üçüncü dəfə eləmək? Sonra barakallahu fikum, alimlərdən biri deyir ki, 50 ildən deyir, çoxdur deyir, evliyəm deyir, 50 ildən çoxdur. Rahiməhullah. Bir dəfə deyir, yoldaşıma deməmişəm ki, sənin üzərvə ikinci dəfə evlənəcəm deyir. Deyir, onun qəlbini qırmamaq üçün deyir, subhanallah. Bəzən olur ki, bizdən Allah başlasın, heç evlənməyəcək, subhanallah. Bu mövzunu belə bütün gün qadınla danışır. Evlənəcəm, bunu eləyəcəm, onu eləyəcəm. O dedikcə, onun qəlbinə zərbə vurur da insan. Çalışıb bu şeylərə fikir vermək lazım, vallahi. Çalışmaq lazım, bu şeylərə fikir vermək lazım. Allah subhanət hələdən dilərəm ki, Allah Teala bizi eşidib faydalardan etsin. Allah Teala bizim günahlarımızı bağışlasın. Barakallahu fikum, subhanakallahu ve bihamdik. Eşhedü en la ilahe illa ente estağfiruke ve etûbü ileyk.